Salam hörmətli izləyicilər, abituriyentlər. 7 iyul 2024-cü ilin suallarının izahına davam edirik. 21-ci suala çatmışıq. Qeyd edim ki, artıq Telegram kanalında hər bir sualı paylaşdıq. Siz də işləyib orada əvvəlcə özünüzü sınaya bilərsiniz. Sonra bu videoya, bu izaha baxa bilərsiniz. Cədvələ və verilmiş nümunələrə əsasən uyğun fikirləri müəyyən edin. Deməli, burada bizdən nə soruşulur? Uyğun fikirlər. Uyğun fikirlər o deməkdir ki, yəni doğru fikirlər. Atası onu danladığı üçün Vüsal çox narahat idi. 2. Vüsal atasından üzr istəmək üçün onun otağına yaxınlaşdı. Yəni düzdür, burada uyğun fikirlər yazılıb, aşağıda isə yazılıbdır ki, birinci cümləyə aid doğru fikir seçməliyik. İkinci cümləyə aid isə yanlış fikir. Yəni biz cədvəlin birinci xanasında doğru fikirlər seçirik birinci cümləyə uyğun. İkinci xanasında isə yanlış fikirlər seçməliyik və onu da uyğun cavab tapmalıyıq. Birinci cümləyə aid doğru fikirdir. Səbəb zərfliyi, feili, sifət tərkibi ilə ifadə olunmuşdur. Birinci cümləyə baxırıq yalnız burada. Atası onu danladığı üçün Vüsal çox narahat idi. Niyə? Nə səbəbə Vüsal narahat idi? Nə üçün? Atası onu danladığı üçün. Burada səbəb zərfliyi var. Yəni atası onu danladığı üçün səbəb zərfliyidir və səbəb zərfliyi də feili sifət tərkibi ilə ifadə olunmuşdur. Doğrudur. Çünki burada danladığı, dığı şəkilçi ilə düzəlmiş feili sifətdir. Atası onu danladığı birləşməsi isə feili sifət tərkibidir. Bu bir doğru fikirdir. Biz də doğru fikri götürməliyik. 2. Qrammatik əsası təşkil edən üzvlər arasında uzlaşma əlaqəsi gözlənilməmişdir. Qrammatik əsas tapaq. Qrammatik əsas nə deməkdir? Baş üzvlər, mübtəda və xəbər. Mübtəda və xəbər isə bu cümlədə Vüsal çox narahat idi. Necə idi? Narahat idi. Xəbər. Kim? Vüsal. Vüsal narahat idi. Qrammatik əsası tapdıq və təşkil edən üzvlər arasında uzlaşma əlaqəsi gözlənilməmişdir, gözlənilmişdir. Yəni burada səhv yoxdur. Yəni ki, doğru gözlənilməmişdir deyib, bu yanlışdır. Çünki gözlənilmişdir. Vüsal burada üçüncü şəxsin təkindədir. Narahat idi də üçüncü şəxsin təkindədir. Yəni burada uzlaşma əlaqəsi pozulmayıb. 2. Yanlış fikirdir. 3. Baş üzvlərdən biri nitq hissəsi, digəri isə söz birləşməsi ilə ifadə olunmuşdur. Biz baş üzvləri yazdıq. Vüsal narahat idi. Baş üzvlərdən hər ikisi nitq hissəsi ilə ifadə olunmuşdur. Yəni söz birləşməsi ilə ifadə olunmamışdır. Vüsal burada isimdir. Narahat sözü isə sifətdir. 3 də yanlış fikirdir. Bizə birinci xanada doğru fikirlər lazım idi. Keçək ikinci xanaya baxaq indi. İkinci cümləyə aid yanlış fikirdir. Biz bayaq burada qeyd etdik ki, 1 doğruydu, 2 və 3 yanlış idi. 1-dən doğru cavab, 2-dən isə yanlış fikirlər seçməliydik. İndi ikinci cümləyə baxaq. Vüsal atasına üzr istəmək üçün onun otağına yaxınlaşdı. 4. Məsdər tərkibi səbəb zərfliyinin ifadə vasitəsidir. Bu elə yanlışdır. Çünki burada məsdər tərkibi var, düz atasına üzr istəmək üçün. Amma bu səbəb zərfliyi yox, məqsəd zərfliyidir. Nə məqsədlə otağına yaxınlaşdı? Atasından üzr istəmək üçün. Ona görə də bu yanlış fikirdir. Amma yanlış fikir bizə lazımdır. Götürürük. Yer zərfliyinin ifadə vasitəsi ismi birləşmədir. Vüsal haraya yaxınlaşdı? Onun otağına. Onun otağına ismi birləşmədir. Yer zərfliyidir. Bu doğru fikirdir. Amma biz bu xanada doğru fikirləri götürmürük. 6. Cümlə üzvlərindən yalnız biri nitq hissəsi ilə ifadə olunmuşdur. Cümlə üzvlərinə indi biz yenə bu cümləni təhlil edək. Vüsal nə etdi? Yaxınlaşdı. Haraya yaxınlaşdı? Onun otağına. Zərflik. Niyə, nə səbəbə atasına üzr istəmək üçün? Kim? Vüsal. Burada qeyd olunur ki, cümlə üzvlərinə yalnız biri nitq hissəsi, yəni biri sadədir, biri nitq hissəsi ilə ifadə olunub, amma bu yanlışdır. Burada baxın, Vüsal bir nitq hissəsi isim,
yaxınlaşdı iki nitq hissəsi. Yəni iki nitq hissəsi ilə ifadə olunub. Yəni iki söz birləşməsi olmayan üzvlə ifadə olunub. Bu yanlış fikirdir, amma yanlış fikri götürürük. Bizim cavabımız hansı oldu? 1, 4, 6 oldu D bəndi. Keçək digər suala. Bu 21-ci sual. 23-cü suala baxaq, sonra 22-ci suala keçərik. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Burada bu cədvəldə maraqlı cədvəldir. Bu cədvəli biz yerinə yetirmək üçün yenə də Venn diaqramını yadımıza salmalıyıq. Venn diaqramında olduğu kimi burada da iki xana var. Cədvəlin birinci xanası, ikinci xanası yalnız birinci hissəyə, birinci cümlələrə aid, yalnız bir cümləyə aid olmalıdır. 5 və 6-cı hissələr isə ortaq cəhət olmalıdır. Birinci cümlədə deyilir, sirrini bilməsin evdə divarlar, divar dalında da çünki qulaq var. Cümlənin tərkib hissələri bağlayıcı vasitəsilə əlaqələnmişdir. Bəli, bu doğrudur. Çünki sirrini bilməsin evdə divarlar, çünki burada çünki sözü var. Çünki sözü varsa, demək bağlayıcı ilə bağlanmışdır. Bu doğru fikirdir. Amma mütləq digər cümləyə də baxaq ki, orada da bağlayıcı ilə bağlanma varmı? Heç kimsə ilə yola getmirsə bir kəs, ona bir bağlayıb bir iş görülməz. Bu yanlış fikirdir. Daha doğrusu bu cümlədə bağlayıcı yoxdur. Ona görə birinci cavabımız doğrudur. Bizə də nə lazım? Doğru fikirlər. 2. Mübtədaların ifadə vasitəsi müxtəlifdir. Mübtədaların ifadə vasitəsi birinci cümlədə sirrini bilməsin evdə divarlar, divarlar. İkinci cümlədə isə qulaq sözüdür. İkinci hissəyə baxaq. Yenə də, yəni əslində burada mübtədaların ifadə vasitəsi fərqli deyil, müxtəlif deyil. İkinci cümlədə qulaq sözüdür. Hər ikisi isimdir, yəni fərqli deyil. Ona görə müxtəlif deyil, ona görə ikini çıxaq. Keçək üçüncü digər hissəyə, digər xananı oxuyaq. Heç kimsə ilə yola getmirsə bir kəs, ona bir bağlayıb bir iş görülməz. Şərt şəkilçisi cümlənin komponentlərini bağlayan vasitə kimi çıxış etmişdir. İndi biz burada fikir versək, şərt şəkilçisi deyir. Əslində burada sasiya var. Amma uşaqlar, baxın, bu şərt şəkilçisidir, yoxsa isə hissəciyidir. Heç kimsə ilə yola getmirsə deyəndə burada isədir, isə. Çünki burada getmirsə indiki zamana qoşulub, bu şərt şəkli ola bilməz. Ona görə bu yanlış fikirdir. Yəni heç o biz digər cümləyə baxma ehtiyac yoxdur. Çünki 3 yanlış fikirdir. Burada şərt şəkilçisi yoxdur. İsi hissəciyi var. 4-ə keçək. Hər iki tərkib hissənin xəbəri feilin eyni şəklindədir. Hər iki tərkib hissənin xəbəri. Deməli, heç kimsə ilə yola getmirsə, getmir xəbər şəklidir. İkinci cümlənin xəbərinə baxaq. Ona bir bağlayıb bir iş görülməz. Görülməz də gəldik zamandadır, yenə xəbər şəklində. Bu doğru fikirdir. Birinci cümləyə də baxaq ki, orada da eyni hal olarsa yanlış olacaq. Sirrini bilməsin. Baxın, bu əmr şəklidir. İkincisində var sözü də ismi xəbərdir. Ona görə ikinci tərəfdə yoxdur, birinci tərəfdə yoxdur daha doğrusu. İkinci tərəfdəki 4 doğrudur. Çünki hər iki tərkib hissənin xəbəri feilin xəbər şəklindədir. Bu doğrudur. Deməli, cavabımız oldu 1-4. Davam edək. İndi ortaq cəhətlərinə. Baş üzvlərdən biri frazeoloji birləşmə ilə ifadə olunmuşdur. Baş üzvlərdən biri. Məsələn, birinci cümləyə baxsaq, divarlar bilməsin, ikinci cümlədə də qulaq var. Yəni, burada frazeoloji birləşmə yoxdur. Birinci cümlədə yoxdursa, ikinci cümləyə baxmağa ehtiyac yoxdur. Çünki bizə lazım ortaq cəhət. 5-i də çıxırıq. 6. İkinci dərəcəli üzvlər iştirak etmişdir. Bəli, sirrini bilməsin evdə, harada?
Baxın, zəflik. Bu cümlədə də heç kimsə ilə yox, kim ilə, heç kimsə ilə tamamlıq. Hər iki cümlədə ikinci dərəcə üzvlər iştirak etmişdir. 6 doğru fikirdir. Cavabımız oldu 1, 4, 6. Keçək digər suala. Digər sualımız 22-ci sual olacaq. 22-ci sual bu formadadır. Euler-Venn diaqramına və nümunələrə əsasən doğru fikirlər müəyyən edin. Burada deyilir ki, şeytanın burada Venn diaqramı var, belə deyək. Burada deməli doğru fikirlər burada da bizdən istənilir. A variantında birinci cümlə olacaq, B variantında ikinci cümlə və bayaqki cədvəldə olduğu kimi həm ayrı fərqli xüsusiyyətləri, həm də oxşar xüsusiyyətlərinə baxacağıq. İndi baxaq birinci cümləyə və birinci cümlənin xüsusiyyətlərinə. Şeytanın elmi mülahizələri çox inandırıcı görünürdü. Təyini ifadə vasitəsi düzəltmə sifətdir. İndi baxaq. Şeytan elmi mülahizələri nə edir, görünürdü, necə görünürdü? İnandırıcı. Bu da zəflik. Burada uşaqlar, təyin varmı? Yoxdur. Birinci cavab getdi. Çünki yoxdur, təyin yoxdur burada. Bir olan cavablar çıxsa, baxın 1, 2 cavab getdi. Sonra baxaq 2-yə. İkinci dərəcə üzvlərdən yalnız zəflik işləmişdir. İnandırıcı, bəli, yalnız zəflik işlənib. 2 doğrudur. Sonra keçək digər cümləyə. Digər cümlə 3, ikinci cümlə ilə bağlıdır. Mehmanxanada ilk nəzərə çarpan birinci mərtəbədəki böyük dairəvi dəhlizin tavanına asılmış rəngli şüşələrdir. Mübtəda feili birləşmə, xəbər isimlə ifadə olunub. Baxın, nədir şüşələrdir? Nə mehmanxanada ilk nəzərə çarpan? Baxın, mehmanxanada ilk nəzərə çarpan. Burada mübtəda feili birləşmədir, düzdür. Şüşə nədir? İsimdir, düzdür. Bu doğru fikirdir. 3 doğru fikirdir. Keçək 4-ə. 4 və həmin cümləni yenə digər cümləyə baxsaq, əslində iki cümləyə də baxmalıyıq ki, çünki ortaq deyilsə, ikisinə də baxırıq ki, digərində varsa səhv olacaq. Əslində 3 mübtəda feili birləşmə ilə baxırıq A bəndindəki cümləyə, mübtəda ismi birləşmə ilə ifadə olunub. Deməli 3 tamamilə doğrudur. 4. Zəfliyin ifadə vasitəsi düzəltmə sifətdir. İndi baxaq. Mehmanxanada ilk nəzərə çarpan nədir? Şüşələrdir. Xəbər. Necə şüşələrdir? Rəngli. Yenə necə şüşələr? Hansı şüşələrdir? Dəhlizin tavanına asılmış. Hansı dəhlizin dairəvi, böyük, birinci mərtəbədəki. Hamısı təyindir. Qeyri-həmcins təyinlərdir. 4-cü cümlədə zəflik varmı? Yoxdur. 4-cü cümlədə zəflik yoxdur. Ona görə 4-ü çıxırıq. 4 olan cavabı da çıxsaq, qalır bizim 2 cavabımız. 5. 5 artıq ortaq cəhət olmalıdır. Tərkibində söz birləşməsi ilə ifadə olunmuş mübtəda var. Bəli, biz gördük. Şeyda elmi mülahizələri söz birləşməsidir. Mehmanxanada ilk nəzər çarpan söz birləşməsidir. Bu doğru fikirdir. 5-i götürürük. Və 6-ya da baxaq. Tamamlığın ifadə vasitəsi sadə isimdir. Biz baxdıq ki, heç bir cümlədə tamamlıq yoxdur. Deməli, bu yanlışdır. 6 cavabımız oldu. 2, 3, 5. Bu da oldu Y bəndi. Keçək digər suala. Digər suala keçək. 24-cü sual. 24-cü sualda nə deyilir? Cəmil baxışımdan məni sizə oxşadır. Nümunəsi əsasında klasteri tamamlayan fikirlər müəyyən edin. Hərəkətin danışılan anda baş verdiyini bildirir. Cümlədəki feil bizə lazımdır. Cümlədəki feil hansıdır uşaqlar? Oxşadır sözüdür. Altdan yazaq, səliqəli olsun. Üstünə yazırıq, biraz səliqəsiz olur. Oxşadır. Feilimiz budur. Və cümlədəki feil hərəkətin danışılan anda baş verdiyini bildirirsə, uşaqlar hansı zamanda olacaqdı? Təbii ki, olacaqdı. Ir, ur. Danışılan an nə deməkdir? İndiki zaman.
Yəni oxşadır sözü indiki zamandadır. Bu bir. Əgər oxşadır sözü indiki zamandasa, biz bu sözü təhlil edək. Sözün kökü olacaq oxşamaq. Oxşamaqdan nə yaranır? Oxşatmaq. Sadəcə ı şəkilçisi artırıldığı üçün t d-yə çevrilib. Bu t, bu d, t-dır və leksik şəkilçidir. İndi digər cavablarımıza baxaq. Baxın, birdə nə yazılıb? Bizdən nə soruşulurdu burada? Yenə diqqətlə baxaq. Klassiyi tamamlayan fikirlər. Yəni, doğru fikirlər lazımdır bizə. Doğru. Tərkibi, kök, iki qrammatik şəkilçidən ibarətdir. Düzdür uşaqlar? Baxın, sözə düz deyil. Çünki bir leksik, bir qrammatikdir. Ona görə biri çıxırıq. 2. Qrammatik şəkilçisiz işlənsə, sözdə cingiltili samit olmaz. Bayaq biz dedik ki, oxşadır sözündə ır getsə, məsəl üçün, onda nə olacaq da? Oxşat. Oxşat olacaq. Sadəcə ır artırıldığı üçün bayaq qeyd etmişdim. Əgər oxşat sözü varsa, yəni burada nə deyir? Deyir ki, qrammatik şəkilçi işlənsə, şəkilçisiz işlənsə, yəni ır çıxsa, bu söz olacaq oxşat. Oxşat sözündə də cingiltili samit varmı? X, ş, t yoxdur. Deməli, bu doğru cavabdır. Biraz diqqətli olsaq, burada səhv, daha doğrusu çətin heç nə yoxdur. Üçüncü cümlə cavab icbar növdədir. Bayaq biz dedik ki, ır nə şəkilçisi idi? Zaman şəkilçisidir. Yəni indiki zaman. Əgər bu söz indiki zamandadırsa, oxşadır. İndiki zaman əslində dəxli yoxdur icbar növə. Yəni icbar növü indiki zamanda da ola bilər. Sadəcə biz cümləyə baxa bilərik və yaxud özümüz cümlə qura bilərik. Oxşadır. Buradakı cümləyə Cəmil baxışımdan məni sizə oxşadır. Kim oxşadır? Cəmil. Başqası oxşadırmı? Yox, Cəmil oxşadır. Və yaxud mən sözünü də qoyub biz bu cümləni qura bilərik. Mən oxşadıram. İş görən kimdir? Mənəm. Hansı növdədir? Məlum növdə. İcbar növ yanlış fikirdir. Keçək digər cavaba. Altından xətt çəkilmiş hissə iki şəkilçidən ibarətdir. Burada altından xətt çəkilib görürsüz yəqin. Yəni bu dır. Dırın altına xətt çəkilib. Dır hissəsi iki şəkilçidən ibarətdirmi? Bəli, biz burada təhlil eləmişik. D, t idi. Ir da indiki zaman şəkilçisi. Bu doğru cavabdır. Keçək 5-ə. Hərəkəti icra edən qrammatik cəhətdən məlumdur. Bayaq icbar növü qeyd edəndə dedik icbar yox, məlum növdür. Düzdür? Bu da doğru fikirdir. İndi cavablara baxaq. Cavabımız oldu. Hansı cavablar düzgün oldu? 2, 4, 5. Düzgün cavabımız budur. Keçək digər suala. 25-ci suala keçək. 25-ci sualda deyilir. Düzgün fikirləri müəyyən edin. Ümumiyyətlə, blok imtahanlarında, qəbul imtahanlarında biz bilirik ki, 30 sual olur. Axırıncı 3 sual mətnə aid olur, açıq suallar. Amma 27 sual dil qaydalarına aid olur və bir neçə sual da bu formada açıq olur. Sadəcə biz Telegram kanalında bu sualları qapalı formaya salmışıq. Amma mən sizə burada cavablarını göstərmirəm. Sadəcə açıq formada izah edirəm. Düzgün fikirləri müəyyən edin. Bu da açıq tipli sualdır. Mürəkkəb ismin tərkibində isim işlənməyə bilər. Mürəkkəb ismin tərkibində isim işlənməyə bilər. Bəli, doğrudur. Məsələn, bir dənə nümunə yazaq bura. Qaça-qaç. Qaça-qaç sözü bilirik ki, A ilə düzələn isimdir. Qaça-qaç düşdü, nə düşdü? İsimdir. Bunun təşkil edən sözlər hansı sözlərdir? Qaç, qaç. Qaç sözü də hansı nitq hissəsidir? Feil. Deməli, bu baxmayaraq ki, mürəkkəb isimdir, amma tərkibində isim yoxdur. Doğru cavabdır uşaqlar? Bəli, doğru cavabdır. Biri götürürük. 2. Mürəkkəb sifətin tərkibində sifət işlənməyə bilər. Mürəkkəb sifətin tərkibində, məsələn, deyək ki, stol üstü oyun. Bir də bura nümunə yazaq. Stol üstü oyun. Stol isim, üst isim. Yəni burada sifət varmı uşaqlar? Yoxdur. Stol üstü. Və yaxud rayonlar arası. Rayonlar arası yarış. Rayon, ara. Yəni burada da heç bir sifət yoxdur, amma özü mürəkkəb sifətdir. 2
2-də verilən cavab doğrudurmu? Doğrudur. Mürəkkəb sifətin tərkibində sifət işlənməyə bilər. Bu da doğru cavabdır. Digər, əgər belə suallar qarşımıza çıxırsa, sadəcə düşünüb nümunə tapmalıyıq. Yəni başqa cür yolu yox. Sadəcə nümunə tapmalıyıq. Biraz düşünməliyik ki, nümunə tapaq təbii ki. Mürəkkəb sayın tərkibində sual əvəzli işlənə bilməz. Mürəkkəb sayın tərkibində sual əvəzli işlənə bilər. Məsələn, bir neçə nəfər bizə yaxınlaşdı. Baxın, bir neçə. Bir neçə sözü necə saydır? Mürəkkəb saydır. Düzdürmü? Düzdür. Neçə sözü deyir ki, tərkib hissəsində, baxın, mürəkkəb əvəzliyi, mürəkkəb sayın, daha doğrusu, tərkibində sual əvəzli işlənə bilməz. Mürəkkəb sayın tərkibin neçə söz oldu mu? Oldu. Neçə sözü ayrılıqda nədir? Sual əvəzliyidir. Deməli, bu doğrudur, amma burada deyil, bilməz. Deməli, 3-ü çıxırıq. Bilər. 4. Mürəkkəb əvəzliyin tərkibində isim işlənə bilməz. Mürəkkəb əvəzliyin tərkibində isim işlənə bilər. Məsələn, tutaq ki, deyək, hər kəs. Hər kəs və yaxud heç kəs. Bax, burada kəs sözü, kəs, məsələn, isim ola bilər. Bu başqa. Başqa söz deyək. Məsəl üçün, mürəkkəb zərf deyək, mürəkkəb əvəzlik deyək. Mürəkkəb əvəzliyə, buranı səliqəyə salaq. Mürəkkəb əvəzliyə aid başqa bir nümunə yazaq. Məsəl üçün deyək, hər şey. Burada şey sözü də yenə də ayrılıqlı nədir? İsimdir. Yəni, mürəkkəb əvəzliyin tərkibində isim işlənə bilərmi? Bilər. 1-lə 2 düzüydü. 3 səhv, bəli. İşlənə bilər. 4 də düzgün fikirdir. Keçək 5-ə. Mürəkkəb zərfin tərkibində sifət işlənmir. Mürəkkəb zərfin tərkibində sifət işlənə bilər. Məsələn, deyək ki, tutaq ki, belə bir dənə cümlə, nümunə deyək. Tutaq ki, şirin danışırdı. Ola bilərmi? Ola bilərmi uşaqlar? Şirin danışırdı. Şirin danışırdı. Olur. Mürəkkəb zərf və onun tərkib hissəsi olan şirin nədir? Sifətdir. Bu doğru cavabdırmı? Doğru cavabdır. Amma burada nə yazıb? İşlənmir. Deməli, bu yanlış fikirdir. Cavabımız nə oldu bizim? Cavabımız oldu 1, 2, 4. 1, 2, 4. Düz. 26-cı sualdan davam edirik. Euler Venn diaqramına əsasən düzgün fikirlər müəyyən edin. Yenə də Venn diaqramıdır. Venn diaqramlarını gözəl işləməyi bacarsanız, sizə rahat olacaqdır. Yəni, biz Venn diaqramlarında ən çox nəyə fikir verməliyik? Məsələn, burada 1 ilə 2, bu 3 ilə 4-ə uyğun gəlməsin. Və yaxud tərsinə 3 ilə 4, 1 ilə 2 uyğun gəlməsin. Əgər biz bunların ikisini gözdən qaçırsaq, onda cavabımız səhv olacaqdır. Demək, 2 dənə söz verilir burada. Sərinləşdirilir, doğratdırılmışdır. 2 dənə söz var burada göründüyü kimi və həmin 2 söz haqqında daha çox, deməli, söz yaradıcılığına aid sualdır. Sərinləşdirilir. Sözünü biz təhlil edək. Sözün kökü sərin, ləş, sərinləmək, lə olar, lə ayrı, ş ayrı, sərinləşdirmək, dir ayrı, ir ayrı, bir də ir də indiki zaman şəkilçisi. Neçə şəkilçi oldu burada? Lə, ş, sərinləşdir, bir də il. 4 dənə şəkilçi oldu göründüyü kimi. Sonra doğratdırılmışdır sözünə baxaq. Doğratmaq sözünün kökü doğratdırılmışdır. Doğramaq olar. Doğra, doğrattı, doğratdır, ıl, 3 leksik şəkilçi, mışdır, qrammatik şəkilçi. 1-3-ün baxırıq biz birinci sözə. Sərinləşdirilir sözündür. Yarandığı nitq hissəsi feildir. Yarandığı nitq hissəsi üçün biz ən sonuncu şəkilçidən əvvələ baxırıq. Ən sonuncu şəkilçi, baxın, aşağıda yazmışım, ildir. Sərinləşdirilir. İldən əvvəlki
söz hansıdır? Sərinləşdir. Deməli, yarandığı nitq hissəsi sərinləşdirdi. Sərinləşdir də feil olduğu üçün bu doğru cavabdır. Bunu götürürük və yenə də sualımıza diqqətli oluruq. Bizdən düzgün fikirlər soruşulur. 1-i götürdük. 2. Yenə də sərinləşdirdi sözünə aiddir. Kökü sifət, başlanğıc forması isə feildir. Bəli, biz burada kökünü ayırdıq. Sərin sözdür kökü. Sərin sözü sifətdir. Amma başlanğıc formasında buradan altdan yazır. Sərinləşdiril. Sərinləşdiril də feildir. Kökü sifət, başlanğıc forması feildir. Doğru cavabdır. 1-2 doğrudur. Amma biz bu arada digər hissəyə də baxmadıq. Baxın, burada gözümüzdən qaçdı. İndi digər sözlərə də baxaq. Bu iki xüsusiyyət üçün. Doğratdırılmışdır sözünün yarandığı söz, doğratdırıl. Burada da ıldan əvvəl doğratdırdır. Düzdürmü? Doğratdır sözü də feil olduğu üçün bu 1-i götürə bilmərik. Baxın, mən artıq buna dairə, yəni ki, düzgün götürmüşdüm, amma digər hissədəki sözə baxmamışdım. Deməli, 1-i götürə bilmərik. Yanlışdır. Çünki hər ikisinin bu 1 ortada olmalıydı. Ona görə də bu səhvdir. 2. Doğratdırılmışdır sözün kökü feil olduğu üçün, sifət olmadığı üçün 2 sərinləşdirilir sözü üçün doğrudur. 2-ni götürdük. 1-i çıxartdıq. Keçək 3-ə. 3 doğratdırılmış sözünə aiddir. Kökü və yarandığı nitq hissəsi fərqlidir. Biz gördük ki, kökü də feildir, yarandığı nitq hissəsi də feildir. Çünki yarandığı nitq hissəsi doğratdırılı idi, doğratdır feil idi. Kökü də doğramaq feil idi. Ona görə bu yanlış fikirdir. 3 yanlışdır. Çıxdıq. Əgər yanlışdırsa, digər sözə baxma ehtiyac yoxdur. 4. Tərkibindəki leksik şəkilçilər ancaq feildən feil düzəldir. Tərkibindəki leksik şəkilçilər biz yuxarıdan yazaq, səliqəli olsun. Doğrat bir t yazılıb, doğratdır yazılıb, doğratdırıl, ıl yazılıb. Bu ıl hər bir şəkilçi feildən feil düzəldir. Bu doğrudur. Deyir ki, tərkibindəki leksik şəkilçilər ancaq feildən feil düzəldir. Doğrudur. İndi keçək sərinləşdirilir sözünü. Aşağıda yazmışıq. Lə, ş, dır, ıl. Burada lə şəkilçisi feildən yox, adlardan feil düzəldən şəkilçidir. Ona görə sərinləşdirilir üçün səhvdir. Doğratdırılmışdır sözü üçün doğrudur. Deməli, 4 doğrudur. Çünki ortaq hissədə yazılmayıb, doğrudur. Keçək digər suala. Cavaba. Kökü feildir, feildən düzəlmişdir. Baxın, bu 5-ə aiddir. 5 ortadadır. Deyir ki, kökü feildir. Biz bayaq dedik ki, birinci sözün kökü sifətdir. Deməli, bu yanlışdır. İkinci söz üçün düz olsa da birinci söz üçün səhv idi. 6 da yenə ortaq cəhətdir. Tərkibindəki 4 variantlı leksik şəkilçilər var. Demir, yalnız 4 variantlıdır. Sadəcə deyir ki, 4 variantlılar da var. Yəni, demir, 2 cür yazılanlar yoxdur sözündə deyilmir. Ona görə də biz baxırıq, bəli, ikinci sözdə dır, ıl var. Birinci sözdə də dır, ıl var. Yəni, 4 cür yazılan şəkilçilər var. Bu da doğru fikirdir. 6 da doğrudur. Bizim doğru fikirlərimiz hansı oldu? 1-i çıxdıq. Deməli, neçə oldu? Hansı oldu? 1 yox, 1-i çıxdıq. 2, 4 və 6. 2, 4, 6 bizim doğru cavabımız oldu. Keçək sonuncu sualımıza. 27-ci sual. 27-ci sual 7 iyul imtahanının sonuncu sualıdır. Keçək bu sualın izahına. Bu sualda uyğunlaşdırma sualıdır. Deyir ki, uyğunluğu müəyyən edin. Əgər bizə desəydi ki, uyğunsuzluğu müəyyən edin, onda biz yanlışı seçməliydik. Amma uyğunluğu müəyyən edin soruşursa, onda biz doğru cavabları seçirik. Amma altda da yazılıb doğrudur, yanlışdır. Buna uyğun olaraq biz qarşısında yazaraq hansı doğrudur, hansı yanlışdır. A bəndi. Şəxsiz cümlələrdə həmişə şəxsiz feil olur. Əgər bu həmişə söz olmasaydı, bu doğru olardı. Çünki biz bilirik ki, şəxsiz cümlələr həm ismi xəbərli olur, həm də şəxsiz feili, yəni feil xəbərli olur.
Şəxssiz feil olan cümlələr var, düzdür, amma həmişə sözü səhvdir. Çünki ismi xəbərli cümlələr də var. Məsələn, bu gün ayın 14-düdür. Məsələn, bu ismi xəbərli şəxssiz cümlədir. Ona görə bu fikir yanlışdır. 2 qarşısına yazaq A bəndi. Çünki A bəndi yanlışdır. Keçək digər bəndə. Müəyyən şəxsi cümlələrdə bütün cümlə üzvləri eyni anda mövcud ola bilər. Demir həmişə hamısı olur, yox. Hamısı ola bilər. Bəli, mübtəda, xəbər, təyin, tamamlıq hamısı ola bilər. Bu doğru fikirdir. Doğru olduğu üçün birin qarşısına biz B yazaq. Digər cümləyə baxaq. Qeyri-müəyyən şəxsi cümlələrdə ən çox 4 fərqli cümlə üzvü ola bilər. Qeyri-müəyyən şəxsi cümlələrin mübtədası buraxıldığı üçün hər zaman 4 cümlə üzvü qalır. Bəli, 4 cümlə üzvü ola bilər. Bəzən hansısa buraxıla da bilər 4 cümlə üzvündən, amma burada demir hər zaman. Deyir ki, ən çox 4 fərqli cümlə üzvü ola bilər. Bəli, 5 ola bilməz, çünki mübtədası heç vaxt ola bilməz qeyri-müəyyən şəxsi cümlələr. Bu doğru fikir olduğu üçün birin qarşısına yenə C yazaq. D bəndinə baxaq. Ümumi şəxsi cümlələrin xəbəri bütün şəxslərdə ola bilər. Ümumi şəxsi cümlələrin xəbəri yalnız 2 şəxsdə olur. Hansı şəxslərdir uşaqlar bunlar? İkinci şəxsin təki, bir də üçüncü şəxsin cəmi. Yalnız 2 şəxsdə ola bilər. Bütün şəxslərdə olmağı yanlışdır. D-ni də yazaq yanlışın qarşısına. A-nın qarşısına. Deməli, bizim cavabımız oldu. 1, B, C, 2, A, D. Yəqin ki, bu izahlar sizə aydın oldu uşaqlar. Diqqətli olsanız, yüksək bal alacaqsınız. Təbii ki, sadəcə birinci növbədə lazımdır ki, suallar diqqətlə oxuyasınız və cavablarında da diqqətli olasınız. Əgər sizə yararlı oldusa, bəyənin, öz fikirlərinizi şərhlərdə yazın, öz dostlarınızla paylaşmağı unutmayın. Sağ olun.